Dəhşət, dəhşət. Bu qədər acımasız, zalım hakimiyyət olar. Elbəy Kərimli adlı 22 yaşlı bu gənc Heydər Əliyevin heykəlinə Stalin yazdığına görə narkotik maddəsi ilə şərlənib həbs edilmişdi və ona 6 il həbs cəzası kəsmişdilər. Bir ildən çox idi ki, həbsxanada idi. Heydər Əliyevin ölüm günü hesab edilən 12 dekabrda həbsxanada onu öldürdülər. Və adını da qoydular ki, güya intihar eləyib. Ondan beləcə intiqam alıblar. Necə ki, Bayram Məmmədovdan eyni formada intiqam almışdılar. Heydər Əliyevin heykəlinə qul bayramınız mübarək yazdığına görə onu da şərləyib həbs etmişdilər 10 il müddətinə. Sonradan Avropa, Amerika, Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə təzyiqlər etdikdən sonra Bayram Məmmədovu həbsdən buraxmışdılar. Amma İlham Əliyev onu bağışlamadı. Yadınızdadır, onu da Heydər Əliyevin ad günü ərəfəsində 3 may tarixində İstanbulda dənizdə boğub öldürmüşdülər. Güya dedilər şəbti dənizə düşüb, onu götürmək istəyərkən yıxılıb, boğulub, ölüb. Gah da dedilər ki, intihar eləyib. Siz nə qədər zalım adamlarsınız. Onsuz da bunları şərləyib tutmuşdunuz, işgəncə verib, əziyyətlər verirdiniz. Gənc ömürlərindən oğurlamısınız. Bağışlamaq əvəzinə ölümlə cəzalandırırsınız. Həqiqətən də elə Stalin dövrünün repressiyasını yaşayırıq. Zamanı gələcək, bu xalq da sizi bağışlamayacaq. Buna əmin olun.